Kriminal filmler istəmişdiniz. Odur ki, popcornlarınızı yaxın eləyin. Top 3 kriminal filmlər. Getdik. 3-cü yerdə İqrok. Bu dəfə Mark Wahlberg mafiyaya küllü miqdarda borcu olur və bu pulu qaytarmaq üçün öz IQ-sunu işə salmalı olur. Olduqca maraqlı və rəngarəng kadrlarla dolu filmdir. İkinci yerdə Gotsi filmi. Amerikanın məşhur kriminal şəxsiyyətindən çəkilən bir filmdir. Bir nəfəsə baxılır. Və sonda 2025-ci ilin yeni çıxan bir kriminal filmidir. Filmdə məşhur aktyor Shia LaBeouf oynayır. Bu 3 filmə baxmaq üçün mənim Telegram səhifəmə daxil olun. Mitofilm bil. Səhifəyə abunə olmağı isə yadınızdan çıxartmayın. Çünki ən top filmlər yalnız Mitofilmdə olur. Ümumiyyətlə, ən sevdiyiniz kriminal filmlər hansıdır? Yazın bir müzakirə edək. Sondakı birinci yerdə olan filmin adı Best Private. Mitofilm məsləhət görür top film.